Salam uşaqlar, hər vaxtınız xeyir. Sınaq 18-in izahına baxırıq. Deməli, birinci sual soruşur ki, cisim 3 qüvvənin təsiri altında sabit sürətlə hərəkət edirsə, 3-cü qüvvənin proyeksiyasını tap. Deməli, yazırıq F1. F1 x oxunda düşür -3-ə, y oxunda düşür 1-ə. F2 x oxunda düşür 2-yə, y oxunda düşür -2-yə. İndi F3 necə verməliyik ki, x-ların cəmi, y-lərin cəmi 0 versin. Buranı 1, buranı da 1 versək, x-ların sütununu toplayanda 0, y-lərin də sütununu toplayanda 0 verir. Y variantı. 2-yə deyir, hansı fiziki cəmiyyət təyin olunur. Uşaqlar, kök altı bir ifadə varsa, kök altı ifadə ancaq kosmik sürətin düsturdur. B variantıdır. 3. Kütləsi 50 kiloqram olan cismin çəkisinin təcilindən asılı qrafiki verilib. Təcili A0 olduğu anında onun çəki üçgənə çəkidən nə qədər böyükdür? Deməli, çəkinin üçgənə çəkidən nə qədər böyük olduğunu tapmaq üçün P bərabərdir. Deməli, öncə əlavə üçləmənin düsturunu yazaq. 1 üstə gəlinsin A bölünsün J. 3 dəfə fərqləndiyinə görə 3 bərabərdir. 1 üstə gəl A bölünsün 10. Buradan A bərabər olur 20-yə. İndi burada düşünürük ki, çəki A0 olduğu anda çəki, yəni 3P0, P0-dan neçə fərqlənir? A0 olduğu anda çəki MJ plus A ilə hesablanmış vəziyyətdədir. Yəni, nə qədərdir? 50 vurulsun, 10 üstə gəlinsin 20, eləyir 1500. Sükunətdə çəkinin düsturu nədir? MJ, yəni 500. İndi 1500, 500-dən nə qədər çoxdur tapmaq üçün bunları çıxırsınız. Bu da neçə eləyir? 1000. Cavab C variantıdır. 4-cü sual. Kütləsi 50 kiloqram olan bir cins tir şəkildəki kimi tarazlıqdadır. K nöqtəsindən kəsildikdə. Deməli, uşaqlar, dama sayını saysaz, burada görəcəksiniz ki, 10 dənə dama var. 2 dənəni buradan biz kəssək, avtomatik onda 8 dənə dama olacaq. Həmçinin 10 dənə dama özü 500 newtondursa, 8 dənə dama olsa, bu nə qədər newton olacaq? 400 newton olacaq. Tənasüblə eləyib tapa bilərsiniz. İndi ağırlıq qüvvəsi necə yönəlir? 8 dama atsa, tən ortadan üzü aşağı, yəni MJ 400 newton. Yenə də deyim ki, lincin özü kəsiləndə qol azaldığına görə bunun kütləsi də azalır. Ona görə 500 newton yox, 400 newton götürürük. İndi bilirik ki, yuxarı yönələn qüvvələrin cəmi aşağı yönələn qüvvələrin cəminə bərabərdir. Yəni T1 ilə T2-nin cəmi 400-ə bərabərdir. Digər tərəfdən lincin tarazlıq şərtinə görə yaza bilərik ki, T1 vurulsun, buradan dayağa kimi, MJ-yə kimi 2 dama, bərabərdir T2 vurulsun, T2-dən ağırlıq mərkəzinə kimi 3 dama. Onda T1 nəyə bərabər olacaq? 1,5 T2-yə. Gətirib burada yerinə qoysaz, 1,5 T2 üstə gəl T2 bərabərdir 400, 2,5 T2 bərabərdir 400-ə, T2 də bərabərdir 400 bölünsün 2,5, bu da səhv eləmirəmsə eləyəcək 160. Bircə dəqiqə, bir dənə dəqiq baxın. 400-ü 2,5-ə böləndə bəli, 160. İndi düşünün, əgər T2 160-dırsa, onda T1 nəyə bərabərdir? Yerinə qoysaz 240. 5-ci sual. M kütləli cismin kinetik enerjisi 50 M-dirsə, heç nə adi qaydada kinetikin düsturu mv kvadratı bölü 2. Kinetikin yerinə 50 M qoyursunuz. M-lər ixtisar gedir. V kvadratı bərabər olur 100-ə. V də bərabər olur 10-a. D variantı. 6-cı sual. Üfüqi yolda hərəkət edən cisimlərin kinetik enerjisinin məsafədən asılılığı verilib. Kinetikin F1 bölü F2. Bilirik ki, iş kinetik enerjinin dəyişməsidir. O da nədir? Fs. Buradan F tapanda nə olur? Kinetikin dəyişməsini bölürsüz S-ə. Gəl baxaq. Onda F1-i yazıram. F1-ə görə kinetik hardan başlayıb 3y-dən hara gəlib 0-a. Onda 3y çıx 0, yəni 3y böl. Sahəsi nə qədər göstərir? Yer dəyişməsi daha doğrusu S. F2-ni tapıram. Hardan başlayıb 3y-dən hara gəlib y-yə. Aradakı fərq 2y. Buna uyğun məsafə nə qədərdir? 2s. Burada da 2-lər ixtisar getsə qalacaq y bölünsün s. Onda F1-in F2 olan nisbəti nəyə bərabərdir? 3y böl s-in y böl s olan nisbətinə, yəni 3-ə. Düzgün cavab A variantıdır. Sonra 7-ci sual deyir ki, deməli, elastiki yaya bağlanmış kütləsi 0,1 kiloqram kütləli cisim A və B
kənar nöqtələri olmaqla o vəziyyət ətrafını rəqs edir. Deməli, onda bu A ilə B bunların x maksıdır da. Biraz təmizlik işləri aparaq. Deməli, x maksdır. Deməli, uşaqlar, deyir ki, A nöqtəsini başladıqdan sonra cisim 20 saniyə ərzində O nöqtəsini 40 dəfə keçib. Baxın, buradan başladınız da, tutaq ki, buradan gəldiniz bura 1, 2, bir dəfə keçdiniz. Geriyə qayıtdınız 3, 4, 2 dəfə keçdiniz, bir dənə period oldu. Əgər 2 dəfə keçməyimiz bir periyoddursa, 40 dəfə keçməyimiz özü burada deyir ki, 20 saniyədir. Onda buradan periodu tapırsınız ki, period 1 saniyədir. Digər tərəfdən periodun düsturu nədir? 2 pi kök altında m bölünsün k-ya. Yerinə qoysaq qiymətləri periodun yerində 1 bərabərdir 2 pi kök altında m bölü k. 1 bərabərdir 4 pi kvadratı m bölü k-ya. Buradan da 1 bərabərdir 4 vurulsun 10, 0,1 k. Buradan da k-nın neçə tapacaqsınız? 4. 8-ci sual. Bu sual tipinə də çox toxunurlar. 8-də soruşur ki, bizdən deməli, onun kütləsini tap. Tamam. Birinci şəkilə görə öncə işləsək, birinci şəkildə baxırsınız ki, deməli, T aşağıdır, aşağıdan bağlandığına görə. Aha, T, bircə dəqiqə. Aha. Deməli, T aşağıdır, ağırlıq aşağıdır, Arximed yuxarıdır. Onda birinci şəklə görə yazıram ki, T üstə gəlinsin mg bərabərdir F Arximedə. T-ni bilmirəm, T-ni bilirəm daha doğrusu. T neçədir? 30. Onda 30 üstə gəlinsin mg bərabərdir F Arximed. Digər tərəfdə isə T yoxdur, sadəcə mg var, F Arximed var deyə. Burada da mg bərabərdir F Arximedə. mg bərabərdir Arximedin yerinə Romayı V batan 3 dənədən neçəsi batıb? İkisi düzdür bu hissə. Onda 3-də 2 V cisim vur J. İndi gəlin uşaqlar əvəz etmə eləyək. Bunun davamını yazsaz olur 30 üstə gəlinsin mg bərabərdir Romayı V cisim J-yə. Çünki 3-ü də batıb. İndi əvəz etmə eləyək. Hardan yazaq? Allaha doğrusu geçsin. Buradan yazaq. Bunun davamını buradan yazıram. Buradan yazıram. Yazıram 30 üstə gəl. MJ-nin yerinə bu ifadəni qoyuram. 3-də 2 Romayı V cisim J bərabərdir. Elə Romayı V cisim J-yə. Buradan 30 bərabərdir. Romayı V cisim J-dən 3-də 2-sini çıxanda olacaq 30 bərabərdir 3-də 1 Romayı V cisim J. Buradan da Romayı V cisim J nəyə bərabər olacaq? 90-a. Bunu tapdıq, düzdürmü? İndi gətirək, əvəz etmə eləyək. Buradan və burada yerinə qoyaq. 30 üstə gəlinsin mg bərabərdir 90-a, mg bərabər 60-a, m vurulsun 10 bərabərdir 60-dırsa, m də bərabərdir 6-ya. Mən təkrardan üstündən keçməyəcəm. Siz özünüz videonu yığıb təkrardan baxarsınız. 9. Verilmiş kütləli ideal qaz molekullarının orta kinetik enerjisinin həcmindən asılığı verilib, hansı ifadə doğrudur? Uşaqlar, əgər kinetik enerji sabitdirsə, onda nə deyə bilərik? Avtomatik temperatur da sabitdir. Çünki kinetikin düsturu nədir? 2-də 3 KT. Verilmiş kütləlidirsə MRT bölünsün böyük M-də yaza bilərsən. Temperatur sabitdir. Burada baxıram ki, həcm nə olub? V0-dan 4V0-a həcm 4 dəfə artır. Həcm 4 dəfə artırsa avtomatik təzyiq də nə olur? 4 dəfə azalır. Çünki PV bərabər MRT bölünsün böyük M-dir ya da Y bərabər 2-də 3 PV-dir. Cavab 2-4. 10-cu sual. İzobar və izotermik termodinamikanın birinci qanunu yazırıq nə? Delta U bərabərdir Q üstə gəlinsin A xarici. Uşaqlar, deməli deyir ki, izobar və izotermik. İzobarda bilirik ki, Q-nün, bilirsiniz əgər. İzobarda Q-nün 0,4-ü A-ya bərabərdir. İzotermikdə isə Q-nün hamısı A-ya bərabərdir. İndi Q A-ya bərabər. Q 100-dürsə, deməli 2 nöqtəsində 100 olacaq. Burada isə 10/4-ü, 100-ün 10/4-ü neçə olacaq? 40. Cavab D variantıdır. 11-ci sual. Porşen altında buxarın izotermik genişlənməsi zamanı PV qrafiki və diaqramı verilmişdir.
Bir halında buxarın sıxlığı rho olarsa 2 halında sıxlığı tap. Uşaqlar, bir halında buxarın sıxlığını rho verib, bu tip qrafik görən kimi doyan buxar P bərabər NKT, rho bərabər M bölü V yazırsınız və buradan P-ni, N-i, T-ni, rho-nu idarə edirsiniz. Bir halında həcm V0-dan 2V0-a gedib 2 dəfə artıb. 2 halında baxırsınız, burada həcm 2V0-dır, buna rho deyib. 2 halında həcm 2V0-dan gedib 8V. Burada bilirsiniz də yəqin ki, bu nöqtədə təzyiq sabit olduğuna görə sıxlıq da sabitdir. Yəni, burada əgər təzyiqin qiyməti bir nöqtəsində rhodursa, bu nöqtədə də rhodur. İndi bunu düşünürük. Bu nöqtəyə uyğun həcm 2V0-dır, bu nöqtəyə uyğun həcm 8V0-dır. Əgər 8 dəfə azalırsa, bu isə doymayan buxardır. Doymayan buxar Mendeleyev-Klapeyron təlini ideal qaz qanununa tabedir. Yəni, bu nöqtədə 2V0-dır, 8V0 olub, həcm 8 dəfə artıbsa, onda sıxlıq nə olmalıdır? Daha doğrusu 4 dəfə artıbsa, sıxlıq nə olmalıdır? 4 dəfə azalmalıdır. Ona görə A variantıdır. 12. Bək cisimlərin xassəsi bölməsi. Uzunluqları, deməli, uzunluqları verib bərabərdir. Diametrləri D1D-dir, D2 2D-dir. Soruşur ki, nisbi uzunluq. Şimdi məftil görən kimi nə yazmalıyıq? F bərabərdir K delta L. K-nın yerinə nə qoyuruq? S-yə bölünsün L0 delta L. Diametr söhbət eləyirsə, PD kvadratı böl 4, Y delta L bölünsün L0. Baxaq uşaqlar, D kvadratı, bu da delta L. Vurma ilə vurulanlar kvadratik tərsdir. D cəhətdən ikinci 2 dəfə çoxdursa, L cəhətdən birinci 4 dəfə çoxdur. İstəsəz yaza da bilərsiniz. D2-nin D1-ə olan nisbəti, delta L1-in delta L2-yə olan nisbəti. Kvadrat. 2D bölünsün D. Bir dənə cavab çıxdı. Epsilon da delta L-dən düz mütənasibdir deyə. Ona görə delta ilə nəyi götürmüsənsə, epsilonu da elə onun eynisini götürürsən. 13-cü sual. Deməli, soruşur ki, uyğunluğu müəyyən edin. Gəlin, öncə bunun şəklini çəkək. Deməli, elektrik qüvvələri, bunlar bir-birini cəzb edir deyə, birinciyə təsirdən kulon qüvvəsi, ikinciyə təsirdən kulon qüvvəsi, sürtünmə hərəkətinin əksinə doğru olur deyə, F sürtünmə 1, bunun da F sürtünmə 2. Deyək ki, kulon qüvvəsi sola doğru yönəlib, hansı sola doğru gedir? İkinci. Sağa yönəlib birinci, sürtünmə sağa yönəlib ikinci, sürtünmə sola yönəlib birinci. Sükunət sürtünmə kulon qüvvəsinə bərabərdir. Qarşılıqlı təsir Newtonun 3-cü qanunu təsir əks təsir 5 ortaya aiddir. Sükunət qurulumunun əks 6 da ortaya aiddir. 13-də düzgün cavab C variantıdır. 14-cü sual. Sabit gərginlik mənbəyinə. Bu sualın topluda başqa forması var. Burada güya biraz formasını dəyişdirirlər, amma eyni məntiqdir. Burada açar söz qoşulmuş, U konstantdır. Enerjinin düsturu SU kvadratı böl 2'dir. Tutumun yerinə epsilon 0 S bölünsün D qoysaz. Enerji burada epsilonla necə asılıdır? Düz mütənasib. Yəni double 1 double'dırsa, double 2, 10 olan dielektrik daxil edirsənsə 10 dəfə artır, olur 10W. İndi deyək ki, 180 Joule dəyişib. Yəni artıb da. Onda 10W'dan bir dənə W çıxanda olub 180. Buradan da 9W 180'dırsa, W neçədir? 20'dir. Bu da soruşur ki, dielektrik olmadığı halda, yəni double 1'i soruşur. Double 1 deyilə neçədir? 20'dir. D variantıdır. 15. Xassələrdən hansı fotona deməli aid deyil? Uşaqlar, fotonun xassəsi nədir? Foton sükunət kütləsinə malik deyil. Bu da yazıb sükunət kütləsi olan zərrəcikdir. Deməli bu səhvdir. 16-cı sualda deyir, həndəsə optika bölməsi. Deməli, fokus məsafəsini verib 30 sm, yəni 0,3 metr. 2 dəfə böyüdülmüş G2-dir. D ilə F-in qiymətini istəyir. Deməli, uşaqlar, lupa bilirik ki, optik cihazlarda təkrar üçün danışıram. Toplayıcı linzada cihazların quruluşunu necə əzbərləmişdik? L, P, F. Lupada optiklə fokusun arasında olur və toplayıcı linzada bu yeganə haldır ki, cismin xəyalı mövhumu alınır. Ona görə öncə böyütmənin düsturunu yazaq. G bərabər F böl D, o da bərabər 2-yə, F bərabər 2 D-yə. Deməli, bunu buradan aldıq, bu qalsın. Sonra nazik linza düsturunu yazırıq. 1 bölünsün F bərabərdir, 1 böl D, mövhumu deyə minus 1 bölünsün F. Buradan da yerinə qoysaz,
D bərabər olacaq 0,15 santimetr. O da 15 santimetr. F də 2D-dir deyə 2 vurulsun 15, o da eləyəcək 30 santimetr. Düzgün cavab B variantıdır. 17 hansı ifadələr doğrudur? Müxtəlif mühitlərdə elektrik cəryanı bölməsi. Təmiz yarım keçiricini qızdırdıqda qızanda temperatur artır, yarım keçiricidə müqavimət azalır, U böl I, R azalırsa U azalır, I artır. I artırsa I bərabərdir 7-dir, konsentrasiya artır, elektron sayı, deşik sayı artır, 1-2-ni götürürsünüz. Müqavimət də burada yazmışıq ki, müqavimət də azalır, 6-nı götürürsünüz, D variantıdır. 18. Hidrogen atomunun enerji səviyyələri üçün hansı ifadə doğrudur? Deməli, uşaqlar, iyonlaşma enerjisi nəyə bərabərdir? Durduğu səviyyənin özünə. Həyəcanlanma səviyyəsində olan iyonlaşma enerjisi nəyə bərabərdir? Özündən bir səviyyə yuxarıya. Birincidə iyonlaşma enerjisi 13.6-dır, yoxsa 3.4-dür. Bir burada neçə göstərirsə oldu, yəni 1 düzdür. İkincidə iyonlaşma enerjisi neçədir? 4 düzdür, 3.4-dür deyəm. Birinci səviyyədə həyəcanlanma səviyyəsində atom 3.4-dür. Çünki birdən həyəcanlanma olub, 2-dəki element həyəcanlanıb 1-ə düşə bilər deyə. Yəni 3.4 enerjinin hesabına həyəcanlanır. Ona görə 3.4 3 düzdür. İkinci səviyyədə olanın da həyəcanlanması nə qədərdir? 2-nin üstündə olan, yəni 1.51. 1, 3, 4, 6 cavab B variantıdır. 19-cu sual. Şəkildə təqdim olunmuş dövrədə induksiya cəryanının və mənbəyin yaratdığı cəryanın istiqaməti verilib bu hal. Uşaqlar, elektromaqnet induksiya bölməsi epsilon bərabərdir nə? Mənfi delta fi bölünsün delta t-yə. Deməli, qaydamız necədir? Cəryan onu yaradan cəryanı əks yönəlir, artanda azaldır, azalanda artırır. Əgər bunlar eyni istiqamətdə yönəliblərsə, ümumi cəryanın istiqaməti müsbətdən mənfiyə doğru yönəlir deyə, yəni burada deyir ki, induksiya cəryanı və mənbənin yaratdığı I0. Cəryan müsbətdən mənfiyə doğru bu belə gedibsə, deməli belə getməlidir də bu istiqamətdə. Deməli, bir müsbət qütb olmalıdır. Və nə zaman cəryan onu yaradan cəryanla eyni istiqamətdə yönəlir? Nə zaman eyni yönəlir? Artırmağa çalışanda. Nə zaman artırmağa çalışır? Azalanda. Azalması üçün nə etməliyik? Açarı açmalıyıq. Ona görə düzgün cavab A variantıdır. Bir dəfə də təkrar eləyirəm. Burada cəryanın özünün istiqamətinə görə müsbətdən mənfiyə doğru fırlanmasını bilirik deyə 1-ə müsbət verməliyik. Niyə açarı açdıqda deyirik? Çünki bunlar eyni yönəlirsə artırmağa çalışır. Nə zaman artırmağa çalışırdı? Dövrədən keçən cəryan azalanda. Sonra 20-ci sualda deyir ki, W-nun T-dən çox qəşəng sualdır. Niyə qəşəngdir? Deməli, bu tip sual yoxdur, amma məntiqini biraz başınızı işlətsəz bilərsiniz. I-nin törəməsi, I 2-nün törəməsidir. Buradan da törəmə tapanda eləyir 3. I, yəni bir dənə 3, o deməkdir ki, I nədir? Konstantdır. I konstantdırsa, sarğac L də konstantdır. Onda avtomatik maqnit enerjisi də nə olacaq? Konstant olacaq. Düzgün cavab C variantıdır. Sonra 21-ci sual. Dəyişən cəryan dövrəsində L-i verib, X-L-i verib, X-N-i verib. Gəlin üstünə yazaq. Yəni, məsləhət görürəm ki, siz də imtahanda mütləq üstündə yazasınız. Bir dəfə oxuyub, sonra təkrardan yazmağa şeyləməyin, çünki vaxtdan gedir. İndi deyir ki, uşaqlar nə zaman ampermetrin göstərişi maks olsun? Bilirik ki, I-nin maksimum olması üçün nə olmalıdır? XC ilə XL bir-birinə bərabər olmalıdır. XC 1 bölünsün omega C-dir, XL omega L-dir. Deməli, XC-nin qiyməti bizdə neçədir? Bu ifadə 10-dur. Bu ifadə neçədir? 40-dır. Biz bunu bərabər eləmək üçün nə edə bilərik? 10-u 2-yə vursaq, 40-ı da 2-yə bölsək, ikisi də 20-20 ola bilər. İndi XC-ni 2 dəfə artırmaq üçün tezliyi nə etməliyəm? 2 dəfə azaltmalıyam. Eyni qaydada burada da omega 2 dəfə azalanda XL də 2 dəfə azalmış olur. Ona görə cavab 2 dəfə azaltmaq A variantıdır. 22. Dalğa optikası bölməsi. Turmalin kristalı görəndə polyarlaşma hadisəsi yadınıza gəlməlidir. Təkrar üçün deyim. 2 turmalin kristalının oxları arasındakı bucaq 90 dərəcə olanda işıq heç keçmir. Yəni 0-a qədər intensivliyi azalır. Niyə dərəcə qoydum ki? 0-a qədər azalır. Bucaq 0 dərəcə olanda düşən işığın intensivliyi maks olur. Bucaq iti bucaq olanda qismən keçmiş olur. İndi bunu silirəm, keçək bunun həllinə. Deyir ki, uşaqlar, deməli, oxları arasında bucaq nə qədər idisə alfa. Bunu da bunun yarısı qədər artırırsan, yəni üstünə gəlirsən bunun yarısını. İntensivliyi deyir 0-a qədər azalıb. İntensivliyi 0-a qədər azalıbsa, deməli, bucaq neçə olub? 90.
Bunu tənasüb eləsəz, ortaq məxrəc eləsəz 3 alfa 90 olur, alfa da olur 60. Deməli, öncə aralarındakı buzaq neçə imiş? 60 dərəcə imiş. 23. Monoxromatik işıq həndəsə optika bölünməsi. Monoxromatik işıq, yəni rəngli işıqlarda ağ işığın tərkibləridir. İşığın birinci mühitdə, deməli uşaqlar hardan yazaq? Buradan yazıram. Alfa 1'i verib, lambda 1'i verib, daha doğrusu 4 vurulsun 10 üstü mənfi 6. Nü 1'i verib 6 vurulsun 10 üstü 13. Sınma bucağı sinus gamma 30 dərəcə verib 2'də 1, 0,5. İşığın sürətini verib 3 vurulsun 10 üstü 8 düşmə bucağını istəyir. Uşaq, gəlin baxaq. Ən qəşəngi nədir? Bunu şəkil olaraq çəkməyi. Bir dənə belə mühit xət çəkirik. İşıq düşür. Düşmə bucağını qoyuram bura, alfa bilmirəm. Sınma bucağı, bu da neçədir? 30 dərəcədir. Düşdüyü mühitdə sürət neçədir bilmirəm. Amma sındığı mühit deyək ki, birinci mühitdə düşmə bucağı sinus qama, İkinci bu mühitdə, monoxromatik işığın birinci mühitdə dalğa uzunluğu, ikinci mühitdə vakuuma keçir. Vakuuma keçirsə ikinci mühitdə də sürət neçədir? 3 vurun üstü 8-dir. Gəlin baxaq. Birincidə sürəti tapsam, bucaqla sürət düz asılıdır deyə gedə bilərəm. Nə edirəm? Buna görə sürəti tapıram. Yazıram ki, V bərabərdir lambda nü. O da eləyir 4 altım 24 vurulsun 10 üstü 8. Birbaşa yazdım. İndi bucaqla sürət düz mütənasibdir deyə olacaq V-nin, yəni bu S-yə olan nisbəti, bucağın, yəni sinus 30'un sınma bucağı sinus gammaya olan nisbətinə. Gəlin yerinə qoyaq. 24 vurulsun 10 üstü 8'in, 3 vurulsun 10 üstü 8'e. Burada 8 eləyir mi? 8 eləmir, burada 7 eləyir. 24 vurulsun 10 üstü 7'nin, 3 vurulsun 10 üstü 8'e olan nisbəti 0,5'in sinus gammaya olan nisbətinə bərabərdir. Buradan da sinus gammanı tapacaqsa 0,4. 24-cü sual. Bu da qəşəng sualdır. Heyf ki, yer burada biraz az deyil. Gəlin baxaq. Deməli uşaqlar, deyək ki, cisimlər verilmiş istiqamətdə düz xətli bərabər sürətlə hərəkət edir. Hərəkətə başlayandan 5 saniyə sonra koordinat başlanğıcında olur. Bu bizə vacib olan informasiyadır. Deməli, 5 saniyə sonra koordinat başlanğıcında olursa, birincinin getdiyi yol mənfi 40-dan 0'a düşür, 40 metr yol gedir. Onda birincinin sürəti olur 40 bölünsün 5, yəni neçə 8. İkincinin sürəti də 20 metr yol gedir, 20 bölünsün 5, bu da eləyir 4. İndi deyir ki, 180 metr olar. Nə qədər müşahidə, neçə saniyə sonra 180 metr olar. Yazıram T bərabər də S bölünsün V. Bunlar əks istiqamətdə gedir deyə 1'in 2'yə nəzərən sürətində V1 üstəgəl V2 olur. İndi dinləyin. Bunların bu dəqiqə arasında nə qədər məsafə var? Mənfi 40-dan 20'nin arası 60 metr var. Deməli, bunlar bir 60 metr itirməlidirlər arada. Bir də bu gəldi, bura çatdı V1. Sağa gedəcək. İkinci də bura çatdı V2 sola gedəcək. Bunlar bir-birindən aralanandan sonra da aralarında yekun 180 metr məsafə olacaq. Deməli, ikisinin bir yerdə qət etdiyi yol da avtomatik 180 olacaq. Bir-birinə nəzərən sürət də neçədir? 12'dir. Bu da eləyir 240 bölünsün 12. Deməli, 20 saniyə sonra nə olacaq? Bunların sürətləri bir-birinə bərabər olacaq. Gələk 25-ci suala. Şəkildə bir cins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar istiqamətdə eyni sürətlə daxil olan proton və alfa zərrəci üçün uşaqlar. Deməli, MV bərabərdir bir cins maqnit deyən kimi BQ-yerdir. Burada radius fərqlidir. R də bərabərdir MV bölünsün BQ-yə. Proton 1-1'dir, alfa zərrəcik 2-4'dür. Proton üçün radiusu tapanda aşağıları Q-dür, yuxarıları M-dir də. Proton üçün 1'in 1'ə nisbəti 1 verir, alfa zərrəcik üçün M'in Q'ya olan nisbəti, yəni 4'ün 2'yə olan nisbəti 2 verir. Deməli, alfanın radiusu daha böyük olmalıdır. Deməli, bu ikinci alfadır, birinci protondur. Söktürdür. Cavab 25'də olacaq nə? Birinci trayektoriya protona aiddir, ikinci trayektoriya alfaya aiddir, 1-4. 26-cı sual. Çox getdim. Verilmiş çevrə üzrə bərabər sürətli hərəkət bölməsidir. Deyir ki, verilmiş nədir? Verilmiş çevrə üzrə bərabər sürətli hərəkətdən cismin bucaq sürəti. Omeganı verib 0,5, dönmə bucağı fi'ni verib 60 dərəcə. Bunu da pi ilə ifadə eləsək, pi bölü 3'dür. Deyir, t'ni tap. Omeganın düsturu fi bölü t'dir. T də bərabərdir, fi bölünsün omegadır. Yəni, pi bölü 3'ü omegaya 0,5'ə bölürsən, pi'nin də yerinə 3 qoysan, bu da eləyəcək 2.
Sonra 27-ci sual. Bu da asan tipli bir sualdır. Biraz təmizləyək. Nəhayət bitir. Deməli uşaqlar 27-də deyir ki, deməli bunun sahəsi S-dir, bununki S-dir, bununki 2S-dir. Fikirləşirəm ki, görürsən I-S-dən necə asılıdır. Görürəm ki, cərəyan şiddəti sahədən düz asılıdır. Birincinin amperini 2 amper verib. Bu da S-dir deyə, bu da 2 amper olacaq. Amma bu 2S-dir deyə, bunun 2 dənə çox 4 amper olacaq. Ümumi də 2 amper, 2 amper, 4 amper, 8 amper olacaq. Uyğunlaşdırsaz olacaq 1-ə A, 2-yə B, 3-ə D. 28-ci sual ətraflı yazı suallarına keçək. Sındırma əmsalı eni verib. Deməli, eni verib 5-dir, S-ni verib 3 vurulsun 10 üstü 8-dir. Buradan metr, kilometr yazıbsa lambdanı tapırıq. Lambda 1, 2, 3, 4. Lambda 0,2 kilometr. O da 200 metr eləyir. Lambda 200'dür. Deyir ki, tezliyi tap. Yaxşı. V bərabərdir bilirik. V ilə getməyək. N bərabərdir bilirik ki, S bölü V'dir. V'nin də yerinə nə qoyuruq? Lambda nü. Onda buradan da nünü tapanda nə olur? S bölünsün N lambda. 3 vur 10 üstü 8. 5. Lambda da 200. Bu eləyir 1000. 3. Buradan 1000 3 dənəsini silsəm. 3 vur 10 üstü 5. Bu qədər. Görün cavabı nə ilə verib burada? %28'də cavabı elə-belə verib. 3 vursun 35 S. 29. Rezistor. Bu da təkrar sualdır. Rezistor və düşənmə ehtimalı olan sualdır. Rezistor və lampa qoşulmuş dövrənin bir hissəsi verilib. Dövrəyə qoşulmuş lampanın gücünü necə hesablamaq olar? Uşaqlar, gəlin düşünək. Gücün düsturu nədir? P bərabərdir UI. Ya da I kvadratı R də yaza bilərik. Amma rezistor bilmirik də. Onda neyini? Bura bir də ampermetr qoşaq. Mənbəni düzəldək. Bura bir də mənbə qoşaq. Lampanı gücünü deyir, görək. Lampanın gücünü deyirsə, lampaya da bir dənə voltmetr qoşaq. Все qutardı. Deməli, deyir ki, hesablamaq üçün elementlər hansılardır? Deyirsiniz ki, ampermetr və voltmetr. Və soruşur ki, sxemin elementləri adlar göstərməklə seç. Biz də ki, onsuz da zaten burada seçdik. Və 30-cu sual. Bu sual tipi də çoxdur. İndi yəqin ki, öncəki şeylərə baxmısınızsa, nədir, test izahlarını orada görmüsünüz. Baxmamısınız da baxın. Deməli 30-da ağırlığı qoyuram, mg aşağıdır, t yuxarıdır. İndi gəl baxaq. Mg 3 kiloqramsı 30-dur. Bu da bu dəqiqə tarazlıqdadır da. Tarazlıqdadırsa necədir söhbət? Aşağı qüvvələrin cəmi yuxarı qüvvənin cəminə bərabər olmalıdır. Deməli uşaqlar 30 aşağıdır, 25 yuxarısa, deməli yuxarı 5 Newton çatmır. O çatmayan nədir? Kulon qüvvəsidir. Deməli F kulon nəyə bərabərdir? 30 sıxılsın 25'ə tarazlıq şərtinə görə 5 Newton. Sonra soruşur ki, bu zərrəciyin yükü nədir? Sən də fikirləş, lövhə müsbətdir. İndi bu zərrəciyin yükü nədir ki, nədir, yuxarıya doğru qaçıb. Deməli, zərrəciyin yükü də müsbət imiş ki, müsbət lövhədən itələnib. Bu qədər.